Bu arada İbrahim Tatlıses'in öldüyü xəbərləri çıxıbdı. Bu arada İbrahim Tatlıses'in öldüyü xəbərləri çıxıbdı. Dəyərli məsələn, yazıqlar olsun. İbrahim Tatlıses sevənlər çox idi. Əvvəla biz də sevmişik, aydın məsələdir. Amma sonra onun əxlaqsızlıqları üzə çıxdı. Sonra onun hər gördüyü adamı lüt təsəvvür edib onu yatağına soxmaq üçün hər cürə gücdən istifadə elədiyi ortaya çıxdı. Sonra nə bilim, çox şeylər ortaya çıxdı və İbrahim Tatlısesdən bizim zəhləmiz getdi. Açıq deyirəm, mənim o adamdan indi zəhləm gedir. Amma o, gördünüz, pul qudurtdu. Kasıb idi, çörək zorla tapan adam idi. Birdən-birə sponsorlar tapıldı, dəstək verdi, səsinlə, sənətinlə qabağa gəldi və pul qudurtdu. İbrahim Tatlıses'in qayırdıqları qızların sayı minlərlə yox, 10 minlərləndir. Arvadlarının sayı hesabı yoxdur. Yəni, adam o qədər silahdan kimisə ayağından güllələmək, kimisə öldürtdürmək, o qədər cinayətə bulaşdı ki, adam o qədər qızları zorladı ki, pul gücünə, zor gücünə, nə bilim, nə gücünə. Adam gördünüzmü, nə vəziyyətə düşdü. İndi də deyirlər, ölübdür. Yəni, belə bir sənətkarın, indi o mahnılar, mən hər zaman onun mahnılarıyla nəfəs alardıq. İndi mahnı gələndə onun o oğraşdığı yadıma düşür. Baxma, necə ki, Azərbaycan musiqiləri var, Röyanın bəzi mahnıları var, gözəldir. Amma onu qulaq asan kimi o mamış, camış söhbəti yadıma düşür, rədd elə bunu. Damlıya bağırsan bir-iki mahnısı gözəldir, onun o eşşəyə oxşayan burnu, Xoşqədəmin keçmişini oxsar, keçmişi, əsl siması yada düşəndə. Üstəlik o polislər, axranalar, zadlar deməyini burcuda rayonlara gəlməsi, göt qızı götün, o adama ləzzət eləmir. Bir balaca Manaf Ağayev ləzzət eləyirdi, o da bu musiqidən başqa hər poxu yiyir, söhbət xırdalayandır ki, adama ləzzət eləmir. Yəni, nətər deyim sizə, Azərbaycanda bilmirəm kimə qulaq asam, valla. Nəhayət ki, Səxavətə qulaq asıram, Məhəbbət Kazımova qulaq asıram, keçmişin müğənnilərinə. İndiki hamısı qəhbə şeylər. Ümumiyyətcə, hansısa bir göt verən görübsünüzmü? Bax, sizə deyirəm. Bax, Məhəbbət Kazımovun hansı illərdə Səxavətin, hansı illərdə mahnıları indi də izləyirsiniz. 30 ilin mahnıları, nə bilim, bəlkə də artıq illərin mahnılarını izləyirsiniz, eləmi? Ləzzət edir, eləmi? Amma Zeynəb Xanlarovanın mahnını son zamanlar izləyən göt verən görmüsünüzmü? İzləyən göt verən görmüsün? Birinci gərək şəxsiyyət ola. Birinci insanın insaniyyətli ola. Sonda onun, necə deyək, əməlinin, onun meyvəsinin bəhrəsini insan görə, dəyərli həmvətənlər. Elə heyvan var, məsələn, əti çox dadlıdır. Hətta çox ətlərdən da, məsələn, tısbağa. Məsələn, onun əti toyuq ətindən də keyfiyyətli dadlıdır çox. Amma onun üzünə baxanda adam onu yemək istəmir, eləmi? Ya qurbağa olsun. Bu da belə bir şeydir, dəyərli soydaşlarım, dəyərli həmvətənlər. Düzdür, indi yalandan qurbağa restoranınızda deyirlər, pul olan göt verən qurbağa mı yiyərlər? Çini götürün, lap nəm Azərbaycan, ilan yiyirlər, it yiyirlər, qurbağa yiyirlər. Pul olan oğraş quzunu qoyub qurbağa yiyərmi? İstəyir Yapon olsun, istəyir Çinli olsun, istəyir Avropalı, istəyir nə bilim, müsəlman, fərq eləmir, ateist, nə bilim, nə. Pul olan oğraş quzu, ceyran, cüyür, nə bilim, belə şeylər dura-dura. Qırqovul, kəhlik, turacı, dura-dura, qurbağa yiyər. Demək ki, bunun pulu yoxdur, yemir. O da bax, quzu əti qalxıb hara bahalaşıbdır, mal əti, quzu əti. Görürsünüz, almaq gücü yoxdur insanların.